Azərbaycanda ata elçi gələn oğlandan sağlamlıq kağızı tələb edib. Bura narkotest və nevroloji testə daxildir. Bu əslində məsuliyyətli valideyn nümunəsidir. Hər valideyn qızını kiminlə evləndirdiyini düşünərkən yalnız sosial statusa yox, gəncin sağlamlıq və psixoloji vəziyyətində nəzərə almalıdır. Təəssüf ki, çox vaxt oğlanlarda olan nevroloji və psixoloji problemləri valideynlər gizlədir və düşünürlər ki, evlənsin, düzələcək. Psixoloji təcrübələr göstərir ki, bu cür gizlətmələr yalnız problemlər yaradır, yəni problemi həll etmir. Valideynlər üçün vacib sual budur: qızımı kiminlə evləndirirəm? Və bu suala cavab verərkən bütün aspektləri fiziki, psixoloji və sosial nəzərə almaq lazımdır. Hər valideyn həmin valideyn kimi məsuliyyətli yanaşmalıdır. Çünki erkən diaqnostika və qiymətləndirmə həm qızın, həm oğlanın, həm də ailənin psixoloji rifahını qoruyur və gələcəkdə sağlam, uzunmüddətli və xoşbəxt münasibətlərin zəminini yaradır.